Alors, bienvenue dans ce tutoriel. Aujourd'hui, je vais vous montrer comment Herkese selam millet. Bugün sizlere AnyDesk adındaki uygulamayı tanıtacağım. Kendisi uzaktaki bir bilgisayara veya bir telefona bağlanabilmemize yarayan, orada kendi işlemlerimizi veya bir sorunu çözmemize yarayan program. Biraz 7 kat daha etkili leke giderme ve 2 ton daha beyaz dişler. Sensörün klinik beyazlığı öneriyorum. Bir kompüteri onu göstərəcəm. İlk olaraq AnyDesk proqramı yükləyirik. Rəsmi saytından ilə download now deyərək setup faylı yükləyirik. Düzdür, məndə hal-hazırda AnyDesk proqramı yüklüdür. Daha əvvəldən quraşdırılıb. Amma mən bunu update edəcəm, yeniləyəcəm. Yəni bunun quraşdırılması çox sadədir əslində. Setup fayla klik edirik, next deyib yükləyirik. Bu qədər sadədir. Əlavə də TeamViewer proqramını yükləyim. O da arxa planda yüklənsin. Çünki bugün 2 proqramla göstərəcəm mən sizə. TeamViewer proqramını da daha əvvəl yükləmişəm, sadəcə setup eləməmişəm. Onun da setup'ını indi göstərəcəm. Yəni bu 2 proqram ən çox istifadə olunan proqramlardan biridir. AnyDesk proqramının setup faylı yüklənib artıq. TeamViewer'da daha əvvəl vaxt görün, məndə aşağıda yüklənibdir. Ona görə cancel elədim, yüklənmirəm daha. Sadəcə setup olunmasını sizə göstərəcəm. AnyDesk proqramından klik eləyək, açaq. Burada accept edib update deyirəm, yəni proqramı yeniləyirəm ən son versiyasına. Sizdə də yəni gələcək next deyirsiniz, quraşdırıcısı çox sadədir. Artıq AnyDesk proqramım yükləndi, quraşdırıldı hətta. Yəni yeniləndi deyək. Bu əsas səviyyədən çıxırıq, gəlirik, qaydırıq. Bax bu burada your address 9 rəqəmli kod var. Bu çox önəmlidir. Bu ID hansı ki uzaqdakı bir kompüterdə AnyDesk proqramı olmalıdır. Həmin ID ilə biz qoşuluruq. İstəsək parol da qoya bilərik özümüz. Buradan set password deyib istədiyimiz bir parol qoya bilərik ki, sabah bir gün kimsə bizim kompüterimiz uzaqdan qoşulub kompüterdə iş görmək istəsə, o həmin 9 rəqəmli ID-ni deyirik və bura əlavə elədiyimiz parolu deyirik. Bu iki şey deməklə o bizim kompüterimizə qoşulur, istədiyi şey elə bilər. Təbii ki, bizim icazəmiz şərti ilə. Buradan ona dostluq da veririk, full access deyirik ki, yəni istədiyi şey elə bilsin. Bu adətən yəni kimisə kompüterinə problem olanda uzaqdan qoşulub idarə eləmək, köməklik göstərmək üçündür. Dəstək verən işçilər üçün ən çox bunlar istifadə edirlər. Yəni belə deyək ki, tutaq ki, məsəl üçün bax mənim dostumun kompüterində bu dəqiqə AnyDesk proqramı var. Həmin 9 rəqəmli kodu mənə deyir və mən 9 rəqəmli kodu bura yazıram, qoşuluram. O həmin AnyDesk proqramını açmalıdır və oradan qəbul eləməlidir. Ona orada sorğu gedir. Və yaxud da ki, burada həmin onun öz proqramında yazdığı parolu yazmalıyam. İndi mən parol yazmıram, ona dedim və o kompüterdə onu qəbul elədi. Baxın, mən qoşuldum, artıq orada öz qoşulduğumu da göstərir hətta. Baxın, onun kompüteridir, Windows 11-dir, qoşulmuşam. Sanki o kompüterin yanındaymışam kimi mən bu kompüteri də idarə edə bilərəm. Buradan istədiyimiz kimi görüntünü full ekran edə bilərik, yəni böyük ekran edə bilərik. Düzdür, bu bir çox kompüterin ekranına görə, monitoruna görə dəyişir. Yəni hər kompüterdə düzgün görsənməyə bilər. Əlavə edeyim ki, bu free lisenziyadır. Yəni burada çox featurelar işləmir proqramın. Yəni sadə basic səviyyədə olan bir tərəfləri işləyir. Bizə lazım olanda odur ki, yəni uzaqdan qoşulaq, idarə eləyək, nəsə bir işimizi görək, köməklik göstərək kiməsə. Paraleldə indi TeamViewer göstərim. AnyDesk ilə qoşulduq rahatlıqla. TeamViewer-da göstərimizə qoşulmaq olar. Setup fayla klik elədik. Next deyirik burada da, yəni çox easy-dir, yəni çox asandır bunda quraşdırılması. Gözləyirik. Yəni onu qeyd edim ki, uzaqdan qoşulmaq üçün hər iki kompüterdə bu 2 proqramın daha əvvəldən quraşdırılması lazımdır, şərtdir yəni. Bu 2 proqram açıq olmasa, yəni uzaqdan qoşulacağınız kompüterdə belə bu TeamViewer açıq olmasa və yaxud da ki, AnyDesk siz qoşula bilməzsiniz. Yəni offline göstərəcək və yaxud da error verəcək.
Yəni məsləhət görürəm ki, TeamViewer-ın versiyaları da eyni olsun. Yəni hamıda ən sonuncu update nədirsə, 15-ci versiyadırsa 15-ci versiya olsun. Yəni bu iki proqramın quraşdırılması, install olunması çox sadədir. Yəni kompüterin çox az başı çıxandan bilə kompüterini yükləyib next deyərək bunu quraşdıra bilər və uzaqdan IT işçilərindən və yaxud da ki, digər dəstək işçilərindən kömək ala bilər və yaxud da ki, ola bilər ki, dostunuzun kompüterində nəsə bir problem çıxar, siz ona köməklik göstərə bilərsiniz. Mən indi bu kompüterə daha əvvəl TeamViewer yüklənilib, onu silirəm. Burada da sıfırdan install edəcəm. Həmin proqramı tapırıq, uninstall deyirik, təmiz silirik. Burada da sıfırdan quraşdıraq ki, yəni sizə rahat olsun ki, görəsiniz hər bir tərəfini ki, burada çox çətin bir şey yoxdur, çox asandır demək olar ki. Ən çox istifadə olunan əslində proqram TeamViewer-dır. Şirkətlər çoxsu IT departamentləri və yaxud da ki, IT mütəxəssislər ən çox proqramdan istifadə edir. Hətta bunun korporativ versiyaları var ki, yüzlərlə, minlərlə kompüteri bura saxlanət edə bilərik. İstədiyimiz vaxtda parolla rahatlıqla qoşula bilərik. Yetər ki, o proqram həmin kompüterdə açıq qalsın, yəni bağlı olmasın. Setup faylına klik edirik. Burada da eyni şərtlə next deyirik. Yəni default installation gedir. Əsl kompüterimiz, yəni bizim kompüterdə açıldı. Accept deyib davam edirik. Baxın, TeamViewer-da açıldı. TeamViewer-ın AnyDesk-dən fərqi odur ki, yəni bu interfeysi tamam fərqlidir, biraz featureları, funksiyaları fərqlidir. AnyDesk-də sadəcə 9 rəqəmli ID var idi. Burada isə həm ID var, həm parol var. Yəni uzaqdakı kompüterin sahibi bizə həm ID-ni, həm də parolu deməlidir. Amma AnyDesk-də sadəcə ID-ni deyirdi, biz qəbul edirdik. Oradakı tərəf qəbul edirdi və biz qoşulurduq rahatlıqla. TeamViewer-da da AnyDesk-də olduğu kimi, AnyDesk-də necə sizə başda parol qoymağı göstərdim. TeamViewer-da da parol qoya bilərsiniz. Onu da göstərəcəm sizə. Burada da demək olar ki, quraşdırıldı, hazırdır. Accept deyirik, continue deyib davam edirik. Baxın, bu kompüterdə artıq TeamViewer hazırdır. Gözləyirik ki, ID alsın, parol alsın. Parol yenilənsin, bunu gözləyin tam olaraq. Tamam, hazırdır. İndi isə həmən ID və parolu götürürük. Öz kompüterimizdə, TeamViewer-dan həmən ID və parolu yazaraq bu kompüterə daxil olacağıq. Yəni AnyDesk-ilə yox, artıq TeamViewer-la. Baxın, bir dənə, məsəl üçün bir fayl yaradaq. Həmin faylı biz götürüb kopyalayıb o kompüterə